Hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Bir xəbəri diqqətinizə çatdırıram. Üstəgəl işarəsini vurun və ən son dəqiqə xəbərlərindən anında məlumatınız olsun. İsrail Hərbi Hava Qüvvələri İranın mərhum ali lideri Əli Xameneyinin iqamətgahına zərbənin vaxtını ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatlarına əsasən təyin edib. Bu barədə məlumatı öz mənbələrinə istinadən New York Times qəzeti yayıb. Qəzet yazır ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi bir neçə ay ərzində Xameneyinin izlənməsi ilə məşğul olub. Bu, İran ali liderinin qrafikini və hərəkət saatlarını detallı şəkildə müəyyən etməyə imkan verib. Kəşfiyyat izləmə prosesi zamanı fevralın 28-i səhər saatlarında Əli Xameneyinin iqamətgahında İranlı yüksək rütbəli hərbiçilərlə görüş keçirəcəyi barədə məlumat əldə edib. Məhz bu məlumata görə ABŞ və İsrail hərbiçiləri əməliyyatın saatını gecədən səhərə keçirib. Xatırladaq ki, fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İranda hökumət və hərbi hədəflərə zərbə endirib. Zərbə nəticəsində Əli Xameneyi və onun yaxın ətrafına daxil olan 40 nəfər öldürülüb. Abunə olmağı unutmayın.